Salam əziz müəllimlər, hər birinizi xoş gördük. MİQ imtahanına qədər kurikulumdan yeni suallar paylaşacağam və sizlərə dəstək olacağam. Bu günləri kompetensiya ilə bağlı sualları paylaşıram və izahını verəcəm. Sonunda neçə səhv, neçə düz olduğunu yenə də rəy bölməsində qeyd edərsiniz və çox xahiş edirəm bu videonu hər kəslə paylaşın, çünki ödənişsiz digər müəllimlərə də dəstək olaq. Hörmətli müəllimlər, birinci sual. Şagird məktəbin həyətində tullantıların çeşidlənməsi üçün yeni sistem hazırlayır. Lazım olan resursları müəyyənləşdirir, riskləri qiymətləndirir və layihənin icrasını planlaşdırır. Bu fəaliyyət hansı kompetensiyanın daha çox əks etdirir? Yəni, hansı kompetensiya var? Burada çox müəllimlərin səhv edəcəyi hissə nədir? Bir, sahibkarlıqla şəxsi sosial və öyrənmək kompetensiyası arasında qala bilərlər. Amma şagird məktəbin həyətində tullantıların çeşidlənməsi üçün yeni sistem hazırlayıb, lazımlı resursları müəyyənləşdirib, riskləri qiymətləndirirsə, layihənin icrasını planlaşdırırsa, artıq bu bir sahibkarlıqdır. Yəni, şagird bütün iş fəaliyyətini fərdi şəkildə öz üzərinə götürərək sahibkarlıq kompetensiyasını formalaşdırır. Yəni, burada riskləri qiymətləndirir, plan qurur, icra planı hazırlayır və s. Yəni, bu şagirdin daha çox sahibkarlıq bacarığının formalaşdırdığını göstərir. Sahibkarlıq nədir? Başqa insanlara kömək də edə bilər, yol da göstərə bilər, özü də inkişaf edə bilər, özü də riskləri müəyyənləşdirə bilər və işini daha da genişləndirə bilər. Burada əsas məsələ pul, vahid olması deyil. Burada ola bilər ki, şagirdin yüksək səviyyədə ideyaları, fikirləri ola bilər, riski qiymətləndirə bilər, ona görə sahibkarlıq olacaq. Sonra ikinci sual. Şagird müxtəlif mənbələrdən məlumat toplayır, oxuyur, təhlil edir və fikirlərini yazılı şəkildə əsaslandırılmış məqalə kimi təqdim edir. Bu daha çox hansı kompetensiyaya aiddir? Fikir versəz, şagird mənbələrdən məlumat toplayır, təhlil edir və həmən məlumatlara fikirlərini yazılı şəkildə göstərir. Ya məqalə formasında göstərir. Məqalə formasında göstərmək, şagirdin fikirlərini düzgün şəkildə təqdim etməsi, bu onun savadlı olmasına gətirib çıxardır. Yəni, savadlılıq kompetensiyasında analiz etmək, məlumatları toplamaq, təhlil etmək, yazılı şəkildə fikirləri əsaslı şəkildə formalaşdırması, məqalə kimi təqdim etməsi üçün ona bir savadlılıq kompetensiyası lazımdır ki, bunu reallaşdıra bilsin. Yəni, cavabımız olacaq savadlılıq kompetensiyası. Kompetensiya bu il 2026-cı ildə düşə bilər. Çünki kompetensiyanı yeni formada nəşr etdilər və yeni formada Time kitabında qeyd etdilər. Ona görə də bu hissədə mütləq şəkildə diqqətli olun ki, bir sualınızı belə itirməyəsiniz. Üçüncü sualımıza keçid edirik müəllimlər. Şagird məktəbdə yaranmış problemi həll etmək üçün müxtəlif ideyalar hazırlayır, riskləri qiymətləndirir, resursları planlaşdırır və layihə həyata keçirir. Deyir ki, bu fəaliyyət hansı kompetensiyaya daha çox aiddir? Əlbəttə ki, sahibkarlıq kompetensiyasıdır yenə də. Çünki şagird yaranmış problemləri həll etmək üçün müxtəlif ideyaları irəli sürür və burada sahibkarlıq kompetensiyası var ki, o riskləri qiymətləndirir, resursları planlaşdırır, yəni işin ardıcıllığını, işin düzgün şəkildə müəyyənləşdirir ki, mən nəyi nədən sonra etməliyəm? Bu da şagirdə sahibkarlıq, yəni işi düzgün şəkildə yerinə yetirmə bacarığını formalaşdırır. Yəni, şagird bunu əgər edirsə və burada riskləri qiymətləndirib, resursları planlaşdıra bilirsə, demək, şagirdin planlaşdırma, sahibkarlıq bacarığı daha çox inkişaf edəcək. Hörmətli müəllimlər. Yaxşı müəllimlər, demək, digər suala keçid etmək istəyirəm. Bilsəniz ki, mən hansı vəziyyətdə bu videonu çəkirəm, müəyyən səslər gəlsə üzrlü sayın, amma yenə də dəstək videolarımız davam edəcək. Siz də kanala abunə olun, videonu paylaşın, digər yoldaşlarınıza göndərin. Və bilirsiniz ki, hələ də MİQ imtahanına xəbər yoxdur, 14-ündən sonra olacağını bildiriblər. Əgər siz də son zamanlarda fərqli düşündürücü testlər işləmək istəyirsinizsə, bizim sınaq qrupumuza qoşula bilərsiniz ki, yalnız bir dəfə 15 manat ödəniş edəcəksiniz. Həm bütün testlər sizdə olacaq, həm izahlar sizdə olacaq və yavaş-yavaş qəbul səviyyəli testlər işləyə bilərsiniz. Kim istəyirsə, bu nömrələ əlaqə saxlayıb qeydiyyatdan keçə bilər. Sonra müəllimlər, sonuncu sualımız, şagird məktəbdə sağlam həyat tərzi layihəsi çərçivəsində sinif yoldaşlar arasında sorğu keçirir. Nəticələri təhlil edir, qrup üzvləri ilə birlikdə maarifləndirici fəaliyyət planı hazırlayır. Layihənin sonunda öz fəaliyyətini qiymətləndirir. Baxın, özünü qiymətləndirir.
qiymətləndirmək, öz fəaliyyətini qiymətləndirmək metakognitiv bir bacarıqdır. Burada şəxsi, sosial və öyrənmə kompetensiyası olacaq. Niyə? Şagird məktəbdə sağlam həyat tərzi layihə çərçivəsində sinif yoldaşları arasında sorğu keçirə bilər, təhlil edə bilər, birlikdə maarifləndirici fəaliyyət planı hazırlaya bilər. Amma layihənin sonunda öz fəaliyyətini qiymətləndirirsə, bu şəxsi sosial və öyrənmə kompetensiyasıdır, yəni metakognitiv bacarıqdır. Və bu situasiyada soruşur ki, daha çox hansı kompetensiya reallaşır? Əlbəttə ki, C bəndi olacaq. Və bu kimi videolar yenə də davam edəcək. Gün ərzində hər bölmədən 4-5 sual paylaşaraq sizləri maarifləndirəcəm. Bizi izləməyi unutmayın və kanala abunə olaraq bəyənməyi, paylaşmağı unutmayın müəllimlər. Mütləq şəkildə sonda hansı sualda çətinlik çəkdiyiniz və hansı bölmədə çətinlik çəkdiyinizi aşağı hissədə qeyd edə bilərsiniz.